Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə bərpa, tikinti və idarə etmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturunu və ştat vahidlərini təsdiq edib. Xəbər verilir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, işğaldan azad edilmiş bir inzibati ərazi vahidi üzrə Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi istisna olmaqla bərpa, tikinti və idarə etmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturu və ştat vahidləri, eləcə də işğaldan azad edilmiş 3 inzibati ərazi vahidi üzrə bərpa, tikinti və idarə etmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturu və ştat vahidləri təsdiq edilib.